Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli media nümayəndələri. Xalq var, tarixini yazırlar. Xalq da var, öz tarixini özü yazır. Məhz onun tarixində yer alan liderlərin dövlətçilik xidmətləri sayəsində. 20-ci əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin və onun davamçısı Müzəffər Ali Başkomandan İlham Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri sayəsində Azərbaycan xalqı da məhz dünyanın bu xalqları sırasında öz yerini təsdiqlədi. Hadisələrə retrospektiv yanaşaraq təhlil etdikdə bir daha aydın olur ki, 2020-ci il Vətən müharibəsindəki şanlı zəfərimizi aparan yol ümummilli lider Heydər Əliyevin uzaq görən idarəçiliyinin və dövlətçilik strategiyasının tətbiqindən başlanmışdır. Əgər 31 il əvvəl elə may ayında atəşkəs haqqında razılaşma əldə olunmasaydı, ondan bir neçə ay sonra əsrin müqaviləsi imzalanmasaydı, ölkəmizdə nə siyasi sabitlik bərqərar olardı, nə də ki, sonraki illərdə dövlətimizin iqtisadi maliyyə gücü yaranardı, nə də ki, hərbi gücümüz formalaşardı. Bir faktı da vurğulamaq istərdim. Heydər Əliyevin düşünülmüş strategiya sayəsində təbii resurslarımız və onların ixrac marşrutlarına dair sazişlər Bakı ilə yanaşı Kremldə, Ağ Evdə, Yelisey Sarayında, Downing Street 10 ünvanlarında imzalandı. Bu siyasi ofislərin bəzilərinin tarixində ilk dəfə idi ki, bu tipli kommersiya xarakterli sazişlər imzalanırdı. Beləliklə, neft müqavilələri həmçinin Azərbaycanın dünya miqyasında tanınmasına, beynəlxalq arenada siyasi, diplomatik münasibətlər yaratmasına təkan verdi. Təsadüfi deyildir ki, Almaniyanın Hamburg şəhərində yerləşən düşüncə mərkəzlərindən olan Şərq Tədqiqatları Mərkəzi 2001-ci ildə Bakını neft diplomatiyasının mərkəzi adlandırmışdı. Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş konstitusiyamız şanlı zəfərimizdən sonra dövlətimizin bütün ərazilərində tətbiq edilməyə başladı. Dövlət orqanlarımız bütün suveren ərazilərimizdə öz yurisdiksiyasını icra etməyə başladı. Məhz şanlı zəfərimizdən sonra regionda beynəlxalq hüquqa əsaslanan yeni siyasi reallıqlar yaranmışdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının ən ali vəzifəsi sayılan beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Beynəlxalq hüququn hamılıqla tanınan, amma uzun illər pozulmuş prinsiplərinin də öz resursları hesabına təmin etdi. Vaxt gələcək, Azərbaycanın uğurlarını həzm edə bilməyən dövlətlər də, bəzi siyasi xadimlər də Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin qlobal əhəmiyyətə malik olan bu xidmətlərini etiraf edəcəklər. Prezident İlham Əliyev 7-ci çağırış Milli Məclisinin açılışında etdiyi çıxışında vurğuladı ki, tarixi zəfərimizdən sonra xarici siyasətimizdə daha sərbəstlik, müstəqil, prinsipal xarici siyasət əsas istiqamətlərimizdir. Və təsadüfi deyil ki, bugün təxminən 25 dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədi var. Azərbaycanın qalib dövlət kimi təmsilçiliyi çərçivəsində xarici siyasətin parlament ölçüsü bu sahədə öz fəaliyyətini postmünaqişə dövründən sonra daha uğurla davam elətdirir. Bu kontekstdə həm iki tərəfli, həm də çox tərəfli formatda aktiv parlament diplomatiyası vasitəsilə aparılan fəaliyyətləri qeyd etmək lazımdır. Vətən müharibəsindən sonra da Azərbaycan hərbi sənaye kompleksini müasirləşdirir. Azərbaycan hərbi texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır. Prezident İlham Əliyevin çevik xarici siyasət kursu sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır. Vyetnam prezidentinin ölkəmizə bugünkü səfəri elə bu ali evdə keçirilən görüş də buna bir təsdiqdir. Azərbaycan prezidentinin son bir neçə həftədəki diplomatik fəaliyyətinin qısa icmalı da bir daha bu uğurları təsdiqləyir. Artıq 5 ildir ki, iki və çox tərəfli münasibətləri yükləyən işğal faktoru yoxdur. Azərbaycanın yaratdığı yeni siyasi kvotanın, yeni status quo'nun üstünlüklərinə fokuslanan unikal əməkdaşlıq imkanlarını dəyərləndirən aktorların sayı artmışdır. Və son günlər, son həftələr Avropa İttifaqının Ali komissarının, hansısa xarici siyasət və təhlükəsizlik məsələlərinə məsul olan vitse-prezidentin Bakıya səfəri və yaxud Azərbaycan prezidentinin Çinə etdiyi səfər, İran prezidentinin Azərbaycana etdiyi səfərlər də yeni status quo'nun uğurlarına yönəlmiş o əməkdaşlığın həyata keçirilməsinə xidmət eləyir. Bu günlərdə həmçinin 80 il əvvəl 2-ci Dünya müharibəsinin başa çatması olmasını nəzərə alaraq bir faktı vurğulamaq istərdik. Biz həmişə Vətən müharibəsində Azərbaycan xalqının iki xidmətini qeyd edirik. Cəbhəyə göndərdiyi əskərlər və bizim təbii neft və neft məhsullarımız. Digər bir vacib faktor isə Azərbaycanın coğrafi mövqeyidir. ABŞ-ın Lend-Liz proqramı çərçivəsində yüklərin 45%-i Sovet Azərbaycanın üzərindən daşınmışdır. Və bunun sayəsində Sovet ordusu 6 diviziyanı müddətsiz ön cəbhədə saxlaya bilirdi. Və sonda mən bir məsələni vurğulamaq istərdim ki, ümumi lider həm də Dünya Azərbaycanlılığının birinci qurultayının təşəbbüskarı olmuşdur. Və mənim üçün də çox böyük fəxarətdir ki, o vaxt Almaniyada tədqiqat aparan
gənc alim kimi mən də o tədbirdə olmuşam və mənim üçün bu gün də böyük fəxarətlə mən bunu vurğulamaq istərəm ki, qısa da olsa onunla görüşmə imkanım olmuşdur. Təşəkkür edirəm diqqətiniz üçün.